Salam, bugünkü dərsimiz ağırlıq qüvvəsinin təsiri altında hərəkətlərdən müəyyən hündürlükdən üfüqə atılmış cismin hərəkəti və üfüqə bucağı altında atılmış cismin hərəkəti. Əvvəlcədən deyim ki, bizim bu dərsimiz abituriyentlər üçün deyil, qəbul imtahanından çıxarılmış hissələrdir bunlar. Bu dərsimiz MİQ və sertifikasiya hazırlaşan müəllim və tələbələr üçündür. Əvvəlcə biz bilməliyik ki, müəyyən hündürlükdən üfüqi istiqamətdə atılmış cisim Y oxu üzrə sərbəst uçma hərəkətini icra edir. X oxu üzrə isə düz xətli, bərabər sürətli hərəkət eləyir. Təbii ki, cisim müəyyən hündürlükdən üfüqi istiqamətdə atmaq üçün ona başlanğıc bir sürət vermək lazımdır. Başlanğıc bir V0 sürətini vermək lazım ki, o cisim üfüqi istiqamətdə hərəkət etsin. Əgər başlanğıc sürət verməsək, onda cisim sərbəst uçma hərəkətini icra eləyir. Başlanğıc anda gəlin X və Y üzrə koordinat tənliklərini yazaq. Daha sonra sürət, yol və s. düsturlarını yazaq. Cismin başlanğıcdan atıldığı hündürlüyü, bunun yerdən fərz eləyək ki, X oxu bizim yer səthimizdir. Başlanğıcda atıldığı bu hündürlük elə bunun başlanğıc koordinatıdır. Və dedik Y oxu üzrə sərbəst uçma hərəkəti icra edir, yəni yeniləşən hərəkət edir. Onda bunun Y oxu üzrə koordinatı Y bərabər olacaq. Başlanğıc koordinatı Y0. Cisim aşağı doğru hərəkət edir Y oxuna nəzərən. Ona görə sürəti Y oxu üzrə sürətdə təbii ki, Y oxu üzrə sürəti aşağı, yəni Y oxunun əksinə mənfi və təcili isə yazmışdıq A bərabərdir J-yə. Cismin təcili elə sərbəst uçma təcili olur. Onda J də aşağı olduğuna görə deməli J də mənfidir Y oxuna nəzərən. Deməli Y bərabərdir Y0 çıxılsın V0 Y. Sərbəst uçan cismin başlanğıcda sürəti sadəcə X oxu üzrə olur. Y oxu üzrə proyeksiyası 0 olur. Onu əvvəlcədən gəlin bura əslində qeyd etmək lazım idi. Yaddan çıxdı. Onu qeyd edək. Deməli sərbəst uçan cismin başlanğıc sürəti Y oxu üzrə 0-dır. Başlanğıc sürəti X oxu üzrə var və getdikcə də sabit qalır. Cisim hərəkət etdikcə sabit qalır. Yəni bunun istənilən anda sürətin X oxu üzrə proyeksiyası elə başlanğıc sürətə bərabərdir. Misal üçün, bu nöqtədə bunun sürəti təbii ki, bu istiqamətdə olacaq və onun proyeksiyaları, X oxu üzrə proyeksiyası budur və o da V0-a bərabərdir, elə başlanğıc sürətə bərabərdir. Y oxu üzrə proyeksiyası budur. Və o ikisinin də təbii ki, əvəzləyicisi deyək. Əvəzləyici bu istiqamətdə olur, sürət. Misal üçün, bu nöqtədə deyək. Bu nöqtədə cismin sürətinin X oxu üzrə proyeksiyası yenə V0 olur. Y oxu üzrə proyeksiyası müəyyən bir qiymət alır. Təbii ki, Y oxu üzrə proyeksiyası getdikcə artır. Nəyə görə? Çünki sərbəst uçma hərəkəti icra edir. Başqa bir nöqtə götürək. Tutalım ki, bu nöqtədə. Bu nöqtədə X oxu üzrə proyeksiya yenə V0-a bərabərdir. Y oxu üzrə proyeksiya biraz da böyüdür. Vektoru özüm biraz hər dəfə böyük çəkirəm. Çünki Y oxu üzrə sürəti artır, yeniləşən hərəkət edir. X oxu üzrə düz xətli bərabər sürətlə hərəkət etdiyindən sürəti dəyişmir. İndi X oxu üzrə sürətin proyeksiyası başlanğıc sürət bərabərdir. Elə istənilən bir anda sürətin X oxu üzrə proyeksiyasına, o da bərabərdir konstant yazıram. İndi koordinat düsturunu yazmağa davam edək. Y bərabərdir Y0 çıxılsın. Başlanğıc koordinat, başlanğıc sürət Y oxu üzrə 0-dır. Ona görə onu heç yazmayaq. Bir də çıxaq JT kvadratı bölünsün ki. Əslində biz JY kvadratı yazmalıyıq. Y oxu üzrə proyeksiya. Zaten J'nin Y oxu üzrə proyeksiyası var. X oxu üzrə proyeksiyası yoxdur. Ona görə heç Y yazmasaq da olar. X oxu üzrə koordinatı isə X bərabərdir. Başlanğıc bir koordinatı ola da bilər. X oxu üzrə olmaya da bilər. İndi bizim bu baxdığımız, çəkdiyimiz şəkildə başlanğıc koordinatı 0-dan başlayıb. Ona görə bu hal üçün X0 0 olacaq. Sadəcə VXT olacaq. VX da hər yerdə elə V0-a bərabərdir. Ona görə elə bunu V0T yaza bilərik. Əgər başlanğıc koordinat olsaydı X bərabər X0 plus V0T yazardıq. Bu koordinat tənlikləri. Sürətin qiymətlərini buradan gördük, başlanğıc qiymətini və X oxu üzrə sürəti. Y oxu üzrə də deyil, sərbəst uçur. Deməli, cismin Y oxu üzrə sürəti hər saniyədə 10 artır. Sərbəst uçmada sürətin düsturu nə idi? Onu sürətin Y oxu üzrə proyeksiyası üçün yaza bilərik.
Yəni Vy bərabər sərbəst uçma hərəkətində sürətin düsturu yadınızdadırsa gt idi. İndi burada həmin o düsturu y üzrə sürət üçün yazacağıq. Növbəti bir düstur kök altında 2j idi. Eyni düsturu yenə y üzrə proyeksiya üçün yazırıq. Müəyyən hündürlükdə üfüqə atılmış cismin sürəti deyəndə v bərabərdir gt yaza bilmərik. Vy bərabər gt yaza bilərik. İndi v bərabər nə yaza bilərik? Onu da gələk. Deməli, bu düsturlar Vy proyeksiyası üçün oldu. Vx proyeksiyasını da yazmırıq çünki dedik sabitdir. Başlanğıc sürətə bərabərdir. İndi bu nöqtədə sürət tapmaq istəyirəm. Sürətin istiqaməti olur bu istiqamətdə. Bəs ədədi qiymət nəyə bərabərdir? Hər hansısa bir aralıqda sürət. Buradan Pifaqor olduğu görsənir. Sürət V0-dan Vy-in Pifaqordur. Bax, bu da Vy üzrə sürət. Bu da təbii ki Vy üzrə sürət, Vy üzrə sürət. Hər hansısa bir anda, o an olmasın, misal üçün burada olsun. Burada biz sürəti təyin eləmək istəyiriksə və yaxud da burada təyin eləmək istəyiriksə və yaxud da yerə dəyən anda da ola bilər. Yerə dəyən anda da bunun sürətinin x üzrə proyeksiyası V0-dır. V0. Y üzrə proyeksiyası da Vy-dir və biraz da artdı. Vy. Yerə dəyən anda da bunun sürəti bu istiqamətdə olur. Belə yazıq bunun üstünü V0. Bu da V sürəti. İstənilən bir anda cismin sürətini təyin etmək üçün bu düsturdan istifadə edə bilərik. V bərabərdir Pifaqor kök altında Vx kvadratı plus Vy kvadrat. Vx ilə Vy-i əvəz eləyə bilərik. Necə? Kök altında Vx-in yerinə buradan görmüşük. V0 yaza bilərik. V0 kvadratı üstəgəlsin. V-in yerinə də bax bunu yaza bilərik. Gt. Onda olur j kvadratı t kvadrat. İstənilən bir anda cismin sürəti bu düsturla hesablamaq olar. İndi dedik ki, cisim sərbəst uçur y üzrə. Onda fərz eləyək ki, bax bu aralığı cisim 1 saniyəyə qət eləyir. Onda 1 saniyədən sonra onun sürəti olacaq y üzrə. 10 metr bölünsün saniyə. Növbəti 1 saniyədən sonra olacaq 20 metr bölünsün saniyə. Növbəti 1 saniyə sonra olacaq 30 metr bölünsün saniyə. Və nəhayət sonuncu saniyəsində də fərz eləyək bu da 4-cü saniyədir. Sürət olacaq 40 metr bölünsün saniyə. Əgər fərz eləyək ki, başlanğıc sürət 30 ilə atılıb. Səhv elədim, 30 ilə yox. Bu cisim 4. Fərz eləyək ki, başlanğıcda bu cisim elə olsun 30. 30 metr bölək saniyə sürətindən atılıb. Onda bunun sürətinin x üzrə proyeksiyası elə hər yerdə 30 olmalıdır təbii ki. Çünki düz xətlə bərabər sürətlə hərəkət edir. 30 metr bölünsün saniyə. Bəs bu cismin yerə dəyən anda sürətini tapmaq istəsək, yerə dəyən anda sürət 30 və 40, Pifaqor 50. Deməli, bu cismin yerə dəyən anda sürəti 50 metr bölünsün saniyə olar. Təbii ki, əgər cisim 4 saniyə düşürsə. Çünki bu birinci aralığı 1 saniyə götürdük. Bu aralığı da 1 saniyə götürürük. Hər aralıq fərz eləyək ki, 1 saniyədir. Bu hissədə 1 saniyə. Bu hissədə 1 saniyə. Bəs düşdüyü hündürlüyü, sərbəst düşən cisim üçün yollar qanunu biz öyrənmişdik. 5, 15, 25, 35. Bu formada yollar qət edir sərbəst düşən cisim. İndi artıq biz o 5, 15, 25-i bax bu yol üçün deyə bilmərik. Biz onu düşdüyü hündürlük üçün deyirdik. Onda. Birinci saniyənin sonunda bu cisim yerdən hansı hündürlükdə olar? Biraz düz çəkək xətti. Yerdən h-5 metr hündürlüyündə olar. Yəni buradan bura 5 metr düşmüş olar hündürlüyü.
İkinci saniyenin sonunda yerdən hansı hündürlükdə olar? İkinci saniyenin sonunda. Onda da h minus 20 metr hündürlükdə olar. Çünki bura 15 metrdir. Ümumilikdə 20 metrdir. 20 metr düşdü aşağı. Yerdən olan bu hündürlüyü tapmaq üçün bu ümumi h-dan çıxmalıyıq bu 20 metri. Üçüncü saniyenin sonunda yerdən hansı hündürlükdə olar? Üçüncü saniyede bu cisim 5, 15, 25 metr yol düşməlidir. 25 metr. Onda bu cismin yerdən olan bu hündürlüyü tapmaq üçün bu h-dan çıxmalıyıq 45'i. Dördüncü saniyede düşdüyü hündürlük də olmalıdır 35 metr. Bəs getdiyi x ox üzrə getdiyi yol. X ox üzrə getdiyi yol. Təbii ki, x ox üzrə getdiyi yol bax buradan bura kimidir. Həmin o yola biz deyəcəyik uçuş məsafəsi. Cismin uçuş məsafəsi, el uçuş. İndi cisim x ox üzrə düz xətlə bərabər sürətlə hərəkət edir. Onda həm y, həm də x ox üzrə getdiyi yolları ya da yer dəyişmələri yazsaq, elə yer dəyişmələri yazaq. Yer dəyişmənin modulunu yazaq. Cismin y ox üzrə getdiyi yol h bərabərdir gt kvadratı böl 2, yəni sərbəst düşmədə düstur nə isə həmin düstur. Bir də v kvadratı bölünsün 2g yaza bilərik. X ox üzrə getdiyi yol, biz buna el uçuş dedik. El uçuş üçün düsturumuz belə olmalıdır. Vxt. X ox üzrə sürət vurulsun zaman, çünki düz xətli bərabər sürətlə hərəkətdir. Vx-in yerinə yaza bilərik, V0 yaza bilərik. V0 t. Sərbəst düşən cismin düşmə müddətinin düsturunu biz öyrənmişdik. T düşmə bərabərdir V0 bölünsün J. Daha doğrusu səhv dedik. V bölünsün J. Yerə dəyən andakı sürət V maksimum bölünsün. O lazım deyil. Kök altında 2h bölə J. 2h bölünsün J. Özə bu h da böyük h yazaq. 2 böyük h. Böyük h burada cismin atıldığı hündürlükdə. Elə bunu da böyük h-la işarə edək. 2h bölə J. Onda gətirib o düsturu da burada nəzərə alsaq. Təbii ki, burada el uçuş bərabərdir. V0 T uçuşdur. Nəyə görə? Çünki cisim buradan bura gəldiyi yolda elə eyni zamanda yuxarıdan belə aşağıya düşmə zamanı olur. Bu cismin elə yerə düşmə müddəti olur. Ümumi uçuş müddəti olur. Düşmə müddəti də deyə bilərik, uçuş müddəti deyə bilərik. Burada eynidir. Yuxarıda düşmə yazmışıq, onda burada düşmə yazıq. Olur V0 T düşmə, o da bərabərdir. V0 kök altında T düşmənin yerinə yazırıq nə? 2h bölünsün J. Bax, burada ən vacib düstur demək olar ki, budur. Məsələlərin əksəriyyəti bu düsturun üstündə qurulur. Uçuş məsafəsindən düşdüyü hündürlüyü arasında əlaqə. Sürət düsturlarını gördük. Y və x ox üzrə yol düsturlarını gördük. Koordinat düsturlarını gördük. Buradan bu qədər. Burada başqa bir şey yoxdur. İndi keçirik üfüqə atılmış cisimlər hərəkəti. Onu da şəklini mən əvvəlcədən çəkmişəm, vaxt ikisi olmasın deyə. Üfüqə müəyyən bucaq altında atılmış cisim hərəkəti. İndi cisim fərz edək ki, başlanğıc bir V0 sürəti ilə atılıb. Həmin sürətdə olsun, deyək, 50 metr bölünsün saniyə olsun. 50 metr bölünsün saniyə. Sürətə qiymət yaxşı olsun belə. Və bir bucaq altında atılıb. İndi əvvəlcə bilməliyik ki, üfüqə bucaq altında atılmış cismin hərəkəti Y ox üzrə şaqül yuxarı atılmış cismin hərəkətindən eynidir. X ox üzrə də düz xətlə bərabər sürətlə hərəkətindən. Beləliklə, bu ikisinin cəmidir. Üfüqə bucaq altında atılmış cismin hərəkəti. Onda Y ox üzrə şaqül yuxarı atılmış cismin hərəkəti üçün nə düstur yazmışdıq? Həmin düsturların hamısını bu cismin Y ox üzrə hərəkəti üçün yaza bilərik. Gəlin əvvəlcə nə edək? Başlanğıc anda sürətin x və y proyeksiyalarını görək. Başlanğıc anda sürətin x ox üzrə proyeksiyası budur. Vx. Y ox üzrə proyeksiyası da budur. Bu da Vy. Və başlanğıc koordinatında 0 seçmişik. X ox üzrə də, Y ox üzrə də. Təbii ki, bu 0 olmaya da bilər.
X-in də Y-in də başlanğıc bir qiyməti ola bilər. Məsəl üçün bu nöqtədən bu istiqamətdə atıla bilər. Onda onun başlanğıc koordinatı Y0-ı və X0-ı da mövcud olacaq. Bəs Vx ilə Vy nəyə bərabərdir? Onu da gəlin təyin edək. Bucağa bitişi olan tərəf kosinüs toplanan idi. Bucağa bitişi olmayan tərəf sinüs toplanan. Onda deməli Vx, bunu buradan qeyd edək. Vx V0 vurulsun kosinüs alfadır. V0 kosinüs alfa. Vy isə V0 sinüs alfadır. Və bir də x oxuca proyeksiyası yenə dedik x oxuca düz xəttə bərabər sürətlər çət edir. Onda o da bərabər deyəcək konstant. X oxuca hər yerdə sürəti V0 kosinüs alfa olacaq. Misal üçün bu nöqtədə bunun başlanğıc sürət vermişdi 50. Onu silləmə ehtiyac yoxdur. Tutalım ki, cisim bu nöqtəyə gəlir. Daha sonra biraz əvvəldən çəkək. Tutalım ki, bu nöqtəyə gəlir. Daha sonra bu nöqtəyə gəlir. Daha sonra da bu nöqtəyə gəlir. Və yenə fərz edək ki, hər aralıq 1 saniyədir. Bax, bura bir əvvəlcədən qırmızı nöqtə qoymuşdum. Bu cismin maksimal qalxa biləcəyi hündürlükdür. Buraya yazaq. H maksimum. Cismin qalxa biləcəyi maksimal hündürlük. Və hər aralıqda yenə 1 saniyə götürək. Tutalım ki, 1 saniyəyə cisim bu nöqtəyə gəlir. Növbəti 1 saniyəyə cisim bu nöqtəyə gəlir. Növbəti 1 saniyəyə bu nöqtəyə gəlir. Və növbəti 1 saniyəyə də maksimal qalxma hündürlüyünə çatır. Onda bu cismin qalxma müddəti 4 saniyədir. 4 saniyə üçün bunu nümunə kimi yazdım. İndi bu cismin 1 saniyədən sonra sürəti. 1 saniyədən sonra sürətinin x oxuca proyeksiyası yenə Vx-dır, yəni konstantı ya da V0 kosinüs alfadır. Kosinüs alfa. Y oxuca proyeksiyası artıq bir qiyməti var. Özdə 1 saniyədən sonra yuxarı atılan cisim hər saniyədə sürəti 10 azalırdı. Deməli, buradakı sürəti Y oxuca sürətin proyeksiyası başlanğıc qiymətindən 10 vahid az olacaq. Bu oldu Vy. Bu nöqtə üçün sürətin x oxuca proyeksiyası yenə V0 kosinüs alfadır. Bu nöqtədə sürət biraz da azaldı Y oxuca. Çünki yuxarı yavaşlayır, sonra aşağı düşəndə yeyinləşir. Şaqil yuxarı atılmış cisim hərəkətində. Bu nöqtədə sürətin x oxuca proyeksiyası yenə bu istiqamətdədir. V0 vuraq kosinüs alfa. Y oxuca sürəti biraz da kiçildi. Vy. Və nəhayət maksimal qalxma hündürlüyündə bu cismin sürəti bu istiqamətdə olur. Və sadəcə sürətin x proyeksiyası qalır. Y oxuca proyeksiyası olmur. Çünki toxundan çəksək, bu elə sürət vektoru olur. Və y oxuna perpendikulyar olduğuna görə y oxuca proyeksiyası yoxdur. Elə sürət bərabər nəyə? V0 kosinüs alfa bu nöqtədə. Y oxuca proyeksiyası çünki 0 oldu həmin nöqtədə. Amma bu aralıqda misal üçün burada sürəti təyin etmək istəyirsə, yenə Pifaqordan tapacağıq. Və yaxud da burada sürət təyin etmək istəyirsə, yenə Pifaqor, burada yenə Pifaqor. İndi y oxuca koordinat düsturunu yazaq, sonra da x oxuca koordinat düsturu. Yuxarı atılan cismin hərəkəti üçün y bərabərdir. Başlanğıc koordinatı bu baxılan halda 0-dan başladı. Ona görə yazmıram. Təbii ki, müəyyən qiymətdən də başlaya bilər y oxuca. İndi bu hal üçün yazmırıq. Sürəti cisim yuxarı y oxuna nəzərən yuxarı doğru getdiyinə görə sürəti müsbətdir. Y proyeksiyası da təbii ki. Deməli, V0 Y T və yavaşlayan hərəkət etdiyinə görə çıxaq JT kvadratı böl 2. Təbii ki, bu yenə JY T kvadratıdır. J-ni ümumiyyətcə yazanda bilin ki, hər dəfə JY-dir. JY üçün yazırıq. Bölə 2. X oxuca proyeksiyası isə x bərabərdir. X oxuca sürəti sabitdir və Vx-dır. Vx vurulsun T yaza bilərik.
Bunu başqa necə yazmaq olar? V0y nəyə bərabər oldu? Yuxarıda yazmışıq. V0 sinus. Onda bunu belə yaza bilərik. V0 sinus alfa vurulsun t çıxaq gt kvadratı böl 2. Bunu da belə yaza bilərik. V x-in yerinə nə yaza bilərik? V0 kosinus alfa vurulsun t yaza bilərik. Sürətin y üzrə proyeksiyasını yaza bilərik. Şaquli yuxarıtılmış cisim hərəkətində sürətin düsturu necə etsə, indi həmin düsturların hamısını burada gətirib sürətin şaquli proyeksiyasını yazmaq olar. Vy bərabər olur. Düsturumuz V0 çıxaq gt idi, yadımızdadırsa. İndi burada V0 yox, V0y çıxaq gt yazmalıyıq. V0y-in yerinə də yenə nə yaza bilərik? V0 sinus alfa çıxılsın gt düsturundan istifadə edə bilərik. Sürətin y üzrə proyeksiyasının növbəti bir düsturu kök altında 2gh idi. Daha doğrusu səhv yazdım, səhv dedim. V0 kvadratı çıxaq 2gh idi. İndi burada V0y kvadratı çıxaq 2gh. Yenə V0y-in yerinə V0 sinus alfanı yaza bilərik. Y üzrə getdiyi yol, yəni h bərabərdir. Qalxdığı hündürlükdə belə deyək. V0t yavaşlayan hərəkət idi. Çıxılsın gt kvadratı böl 2 belə yazmışdıq yuxarı atılmış cisim hərəkətində. İndi burada V0 yox, V0y yazmalıyıq. V0y-in yerinə də V0 sinus alfa çıxılsın gt kvadratı böl 2 yaza bilərik. Zamansız düstur necə yazmışdıq, onu da yazaq. Deməli, yavaşlayan hərəkət olduğu üçün V0 kvadratı çıxaq V kvadratı bölək 2g. V0-ın yerinə yenə V0 sinus yaza bilərik. V-nin yerinə nə yaza bilərik burada? Təbii ki, bu V0y-dir, bu V0y-dir. V-in yerinə yaza bilərik. V-in yerinə bax, bu ifadəni gətirib yaza bilərik. O çox uzun, böyük bir düstur olacaq. Ona ehtiyac yoxdur, heç yazmıyorum. Lazım olsa onu çıxartmaq olar. Cismin qalxma müddətinin düsturu. Yuxarı atılmış cismin hərəkətində T qalxmanın düsturu V0 bölək J idi, yadımızdadırsa. İndi burada V0 yox, V0y bölək J yazmalıyıq. Maksimal qalxma hündürlüyünün düsturu da H max'ın düsturu V0 kvadratı bölək 2J, amma burada V0y kvadratı bölək 2J yazmalıyıq. Çünki cismi yuxarı qaldıran sürətin y proyeksiyasıdır. Bu da bərabərdir. İndi V0y-in yerinə yaza bilərik. V0 sinus alfa bölək J yaza bilərik. Aşağıki düsturda da V0y-in yerinə yenə V0 sinus yazsaq, sinus alfa və burada kvadrat. V0-ın da kvadratı, sinusun da kvadratı olur. Bölünsün 2J. Bir düsturumuz da var idi, H max üçün. JT kvadratı böl 2 yaza bilərik. Ya da J, T yox, daha doğrusu T qalxma. Çünki maksimal qalxma hündürlüyünə qədər keçən zaman bunun qalxma müddətidir. Aşağı düşməsinə sərf olunan zaman bunun düşmə müddəti. Və cisim atıldığı yerə düşürsə bunlar bir-birinə bərabər idi. Və ümumi uçuş müddəti də T qalxmanın 2 mislidir. Onda elə buradan uçuş müddətini də düsturunu yaza bilərik. T uçuş bərabərdir 2T qalxma. T qalxmanın da yerinə 2V0 sinus alfa bölünsün J yaza bilərik. Bax, bunu yazdıq. Bu da uçuş müddətinin düsturu. Bir də uçuş məsafəsi. Bu qaldı. Cismin x oxu üzrə getdiyi yol bu cismin uçuş məsafəsidir. Bu məsafə el uçuşdur. Uçuş məsafəsi. İndi uçuş məsafəsinin düsturunu yazaq. El uçuş bərabərdir. Düsturumuz təbii ki, x oxu üzrə bərabər sürətlə hərəkət elədiyinə görə Vx vurulsun T yazmalıyıq. T uçuş yazmalıyıq. Ümumi, çünki buradan bura qədər getdiyi yola sərf olunan zaman bunun ümumi uçuş zamanıdır. Onda Vx-in yerinə də nə yaza bilərik? Vx V0 kosinus alfa idi. Onda yaza bilərik V0 kosinus alfa vurulsun T uçuş. T qalxma ilə yazsaq, bunun yerinə 2T qalxma qoysaq, onda olacaq 2V0 kosinus alfa T qalxma.
Belə də yaza bilərik. 2V0 sinüs alfa vurulsun T qalxma da yaza bilərik. Bu da oldu uçuş müddətinin düsturu. İndi uçuş məsafəsini maksimal qalxma hündürlüyünə bölsək, biz nə alarıq? H maksa. Bax, maksimal qalxma hündürlüyünün bu düsturunu yazacağım. V0 kvadrat bölü 2C'dir. V0 kvadrat bölü 2C. V0'ın da yerinə V0 sinüs yazanda bu düstur alınırdı. Həmin düsturu gətirib H maksın yerinə yazacağım. Və el uçuşun da yerinə. Bir də el uçuşun əslində bu düsturu yox bizə. Hansı düstur lazım idi? V0 kosinüs alfa, T uçuşun da yerinə nəsə yazacağıq. O düsturu çıxartmaq lazımdır. Yaxşı, bax, bu hələ ki burada qalsın. T uçuşun bir düsturu da var. T qalxmanın düsturu bir dənə bu deyil. Bir də var idi kök altında 2H. Onu heç yazmamış. Onu deyil, kök altında 2H bölünsün J. Bu T qalxmanın düsturuydu. T uçuş da 2T qalxma olduğuna görə, bax, bunu 2'ye vursaq, olur 2 kök altında 2H bölü J. 2'ni də içəri salsaq, olur kök altında 8H bölünsün J olur. Buradakı H'da hamısı H maksdır. İndi gətirib o düsturu, bax, burada nəzərə alsaq, T uçuşda nəzərə alsaq. Bax, düsturumuz budur. Vx T uçuş. Vx'in yerinə V0 kosinüs alfa, T uçuşun da yerinə deməli 1 yaza bilərik nə? T uçuşun yerinə. Bunu da yaza bilərik. Bunu da yaza bilərik. O birincini yazsaq olacaq. Vurulsun 2V0 sinüs alfa bölünsün J. Onda son nəticə, bax, bu V0 da gətirib buna vursaq, olacaq V0'ın biri burada, biri burada. V0'ın kvadratı, ikisi də var. 2, bax, bu düstur belə olur. 2V0'ın kvadratı sinüs alfa kosinüs alfa bölünsün J. İndi buranı silib 10 yazıram. Ya da onu silmirəm, elə qalsın. Altdan yazacağım təzədən. L3 bərabərdir. V0 ikisi də var. 2 V0 kvadratı sinüs alfa vurulsun kosinüs alfa bölünsün J. Bax, bu düsturun son halı oldu. Bax, bu. Nə elədik? Vx'in yerinə bunu yazdıq. T uçuşun da yerinə gətirdik. Bax, bu düsturu yazdıq. Yox, o T qalxma idi. Bu düsturu yazdıq. 2D qalxma yazdıq. Və yaxud da bu düsturda yaza bilərik. Deməli, bu qalır. Vx'in yerinə V0 kosinüs alfa. T uçuşun da yerinə kök altında 8H bölünsün J'də yaza bilərik. Bax, bu düsturdan istifadə edə bilərik. İndi el uçuşun H maksa nisbətini tapaq. El uçuşun bu düsturunu götürürəm. Onda yuxarıda olur 2V0 kvadratı sinüs alfa. Bir də bax, bu düsturu burada düz yazdım. Bunu sildim. Onu lazım olan sözünü istifadə edə bilərsiniz. Burada bir eynilik var idi. Deməli, sinusla kosinüs hasili bizə nəsə verir. Daha doğrusu sinüslə kosinüs yox. 2 vurulsun sinüs alfa, bir də kosinüs alfa. Bu üç hasil bizə nəsə verir. 2 sinüs alfa vurulsun kosinüs alfa. Bu riyaziyyatdan bərabərdir. Sinüs 2 alfaya. Onu da yerinə yazsa, onda olur. Deməli, V0 kvadratı sinüs 2 alfa bölünsün J düsturunu aldıq. Sinüs V0 kvadratı sinüs 2 alfa bölünsün J. İndi bu düsturu mən yazıram. Bax, bu düsturu el uçuşun yerinə yazıram. 2V0 kvadrat sinüs alfa vuraq kosinüs alfa bölünsün J. H maksın da yerinə. H maksın yerinə. Bax, bu düsturu yazacağım. Tərsinə çevirib vuracağım. Olur yuxarıda 2J bölünsün. Aşağıda da V0 kvadratı sinüs kvadratı alfa. Bax, bu V0 kvadratları ixtisar edir. J'lər ixtisar edir. Sinusun biri ixtisar edir. Burada sinüs qalır. Sinusun bir dənəsi. Yuxarıda kosinüs, aşağıda sinüs. Bir də burada 2 var. Burada 2 var. Son nəticə. El uçuş bölünsün H max bərabərdir 4 kosinüs bölünsün sinüs aldıq.
Kosinüs bölü sinüsdə tangens. Deməli 4 tangens yox, daha doğrusu kotangens. 4 kotangens alfa alınır. Deməli el tutuşun h maksa nisbəti 4 kotangens alfaya bərabərdir. Buradan da el tutuşu tapsaq, el tutuş bərabər olur 4 h maksimum vurulsun kotangens alfa. Xüsusi halda əgər alfa bucağı 45 dərəcə olarsa, 45 dərəcə üçün kotangens 45 dərəcədə 1 qiymətini alır. Onda el tutuş bərabər olur 4h maksa. Bu xüsusi bir haldır. Deməli, bax bu uçuş məsafəsinin ala biləcəyi maksimal qiymət bu hündürlüyün, maksimal qalxma hündürlüyünün 4 mislidir. O da hansı bucaq altında? 45 dərəcə bucaq altında. Ona görə cisimləri 45 dərəcə bucaq altında atdıqda o ən uzun məsafəyə gedir. 45 dərəcədən böyük və yaxud da kiçik bucaq altında atdıqda o gedilən məsafə bundan böyük ola bilməz, kiçik olar. Qrafiklərimizdə quraq. Bundan əvvəlkində qrafikləri yox, orada da qurmamışıq. Bunu quraq, buradakı qrafiklərimiz, sonra o birini qrafiklərini də quraq. Deməli, sürətin zamandan asılı qrafiki. V-nin T-dən asılı qrafiki. Təbii ki, burada sürətin zamandan asılı qrafiki biraz çox olar. Çünki sürətin həm x oxucu proyeksiyası var, həm y oxucu proyeksiyası var. Həm modulu var. Birinci quraq sürətin y oxucu proyeksiyasının qrafikini, zamandan asılı qrafikini. Yuxarı atılmış cisim y üzrə dedik yavaşlayan hərəkət eləyir. Əvvəlcə y üzrə yavaşlayan hərəkət y istiqamətində. Daha sonra aşağı gedəndə də y-in əksi istiqamətində yeniləşən hərəkət. Və təbii ki, təcil hər yerdə eynidir. Ona görə qrafikimizin dikliyi dəyişməməlidir. Təcil hər yerdə j bərabər. Bu qrafikin sonu üçün zaman bizə verir uçuş müddətini. Bu nöqtə üçün zaman bizə verir qalxma müddətini. Bu sürətin proyeksiyasının qrafiki. İndi sürətin y üzrə modulunun qrafikini quraq. Modulda isə artıq mənfi olmayacaq. Deməli, əvvəlcə yavaşlayan, sonra yeniləşən. Modul qrafiki də belədir. Bu nöqtə üçün zaman bizə verir t uçuşu. Bu nöqtə üçün zaman bizə verir t qalxmanı. Sürətin x oxucu proyeksiyasının zamandan asılı qrafiki isə dedik, düz xətli bərabər sürətlə hərəkət edir x oxucu üzrə. Ona görə qrafikimiz belə olur. Hündürlüyün qrafikini quraq. Düşdüyü hündürlük, daha doğrusu, ya da y üzrə getdiyi yolda deyə bilərik buna. Hündürlüyün, bunu biraz böyüdək qrafikimizi. Zamandan asılı qrafik. Qrafikimiz təbii ki, parabol olacaq. Əvvəlcə yuxarı yavaşlayandır, sonra aşağı yeniləşəndir. Qrafikimiz tam olaraq belə olacaq. Bu nöqtə üçün zaman bizə verir t qalxmanı, qalxma müddəti. Bu nöqtə üçün zaman t uçuş. Və bu nöqtə üçün hündürlükdə bizə verir maksimal qalxma hündürlüyünü. Uçuş məsafəsinin zamandan asılı qrafiki isə uçuş məsafəsi, yəni x ox üzrə getdiyi yol. Cisim x ox üzrə dedik, düz xətlə bərabər sürətlə hərəkət eləyir. Ona görə qrafiki belə olur. Müəyyən hündürlükdən üfüqə atılmış cisimli hərəkətində qrafiklərimiz. Birinci sürətin qrafiklərini quraq. Sürətin zamandan asılı qrafiki.
Sürətin birinci qıraq y üzrə proyeksiyasına. Müəyyən mühitdən atılmış cisim dedik y üzrə sərbəst uçma hərəkətini icra eləyir. Deməli sürəti y üzrə. Başlanğıc sıfırdan başlayaraq artır. Modulunu y üzrə sürətin biz proyeksiyasını səhv qurduq. Deməli mənfi qurmalıydıq. Çünki y-ın əksi istiqamətində hərəkət edir. Bax bu cisim y-ın əksi istiqamətində hərəkət edir y üzrə. Proyeksiyasının qrafiki belə olmalıydı. Bu nöqtədə bizə sürətin maksimal qiymətini vermir. Bax, bu nöqtə üçün sürət və y-in maksimal qiymətini verir. Yəni bax bunu verir. Bunu 50-ni vermir. Düşmə müddəti. Təbii ki, bir də burada mənfi. Sonra sürətin y üzrə proyeksiyası yox. Bu dəfə moduluna baxaq. Modul qrafiki də təbii ki, müsbət birinci rübdə. X ox üzrə proyeksiyası isə x ox üzrə də düz xətlə bərabər sürətlə hərəkət etdiyinə görə qrafimiz belədir. Təbii ki, bu halda, baxılan halda x ox istiqamətində gedir, ona görə birinci rüb olacaq. Əgər bu cisim müəyyən hündürlükdən bu istiqamətdə atılmış olsaydı və bu trayektor üzrə hərəkət etmiş olsaydı, burada mənfidən sabit olardı. H-ın t-dən asılı qrafiki. Atıldığı hündürlüyün zamanla asılı qrafiki. Təbii ki, yenə parabol olur. Qrafimiz belə. Bu başlanğıc anda hündürlüyü və bu da düşmə müddəti. Belə qrafiklərimiz də bu qədər idi. Dərsimiz burada yekunlaşdı. Dinlədiyiniz üçün sağ olun.